Dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşürəm, amma özümü də qıcıqlandıran və qəzəbləndirən bir xəbərdir. Çünki Azərbaycanda internet bahalaşacaq, yeni qiymət belə olacaq. Artan inflyasiya, yüksələn qiymət, xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələnil bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi? Bu barədə konkret açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, internet tariflərinin bahalaşması təkcə Azərbaycanla bağlı məsələ deyil. Onun sözlərinə görə dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur. Sitat. Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, necə də işçilərin əmək haqlarının artması operatorların ümumi xərclərinə ciddi təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir. Və Vüqar Oruc qeyd edib ki, 2025-ci ildə bir sıra qonşu ölkələrdə internet tariflərində 10-40% aralığında artımlar qeydə alınıb. Ən ciddi artım qardaş Türkiyədə müşahidə olunub. Son 2 ildə bu ölkədə internet tarifləri təqribən 40% bahalaşıb. Rusiya, Ermənistan və Gürcüstanda isə qiymət artımı 10-20% civarında olub və bu proses təbii hesab edilir. Ekspertin sözlərinə görə əvvəlki illərdə də bəzi provayderlər qiymət artımına gediblər. Stat, internet paketləri 18 manatdan 25 manata, 25 manatdan isə 30 manata qaldırılıb ki, bu da 30-40%lik artım deməkdir. Vüqar Oruc 2026-cı ildə də internet tariflərində artım ehtimalının olduğunu bildirib. Onun fikrincə ötən il ciddi bahalaşma baş verdiyi üçün növbəti ildə kəskin artım gözlənilmir. Ehtimal edirəm ki, artım təqribən 20% civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür. Bu da aslında artımdır və kifayətlidir, ciddi artımdır. Hər ay 5 manat daha artım demək ehtimalı internet qiymətlərinə görə bu internet sürətində, bu keyfiyyətdə, bu təqdimatda kifayətdir, həm də baha sayılır. Bütün qonşu ölkələrlə müqayisədə Azərbaycanda internetin qiymətləri, tarifi kifayətdir, yüksəkdir deyirəm. Dəyərli izləyicilər.